CBC Sport'ta cihaz yanıbmış. Hamı oyunu gözləyirdi. Ötən gün Çempionlar Liqasının yarımfinal mərhələsinin cavab görüşləri çərçivəsində keçirilən Bavariya-PSG 0-1 maçı Azərbaycanda heç bir kanal vasitəsilə canlı yayımlanmadı. Gözaltı Qafqazinfoya istinadən xəbər verir ki, əvvəlcədən CBC Sport qarşılaşmanı efirə verəcəyini açıqlasa da, bu baş tutmadı. Oyunun canlı yayımlanmaması sosial şəbəkələrdə suallara və etirazlara yol açdı. İzləyicilərin əksəriyyəti durumdan narazılığını bildirdi. Maraqlısı budur ki, Çempionlar Liqasının ölkəmizdəki digər yayımçısı İctimai TV-də oyunu ekranlara gətirmədi. Məsələ ilə bağlı CBC Sport kanalına müraciət etdik. Kanalın baş redaktoru Şəmsəddin Abbasov bildirdi ki, maçdan az əvvəl qəbul edici cihazda yaranan problem oyunun yayımlanmasına mane olub. Oyun başlamazdan 5-10 dəqiqə öncə qəbul edici yandı. Bütün testlər, digər texniki məsələlər qaydasında idi. Çalışırdıq ki, qəbul edicini düzəldək, amma bacarmadıq. Dedik ki, 2 saat ərzində nə zaman düzəlsə, elə oradan yayıma başlayaq. Amma alınmadı. Bununla bağlı bəyanat yayımlayacağıq. Oyun zamanı izləyicilərin bir qismi İctimai TV-ni də matçı yayımlamadığına görə günahlandırıb. Kanal isə Bavariya-PSG matçının yayım hüququnun onlarda olmaması barədə açıqlama yayım. Məlumat üçün bildiririk ki, UEFA Çempionlar Liqasının yarımfinal oyunlarının əvvəlcədən bölgüsünə əsasən mərhələnin Arsenal və Atletico Madrid komandaları arasında keçirilən hər iki oyunun İctimai TV-nin efirində yayımlanması razılaşdırılıb. Hər iki oyun canlı yayımda tamaşaçılara təqdim olunub. Bavariya və PSG komandaları arasında keçirilən digər yarımfinal oyunlarının yayım hüququ ITV-yə məxsus deyil. Hazırda davam edən oyunun yayımı ilə bağlı yaranmış problemə görə kanal məsuliyyət daşımır. Söz altında yox, göz altıda qalan.